Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, əziz kanalımızdan bəsəri xoş gördük hər birinizi. Bugün Yeni Yasamalın giriş hissəsində Əsəd Əhmədov küçəsi Bravo Marketin yanında mən sizə qanuni 3 otaq yeni təmirli bir mənzil təqdim edəcəm. Mənzilimizin giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda belə bir geniş dəhliz hissə bizi qarşılayır. Mənzil yeni təmir olunub, təmirdən sonra yaşayış olmayan bir mənzildir. Tam yer çəkər. Qanuni 3 otaq bir mənzildir. Bütün otaqların giriş hissəsi dəhliz hissəyə açılır. Sol tərəfdə mənzilin mətbəxi, qarşısında eyvan, əsas yataq otağımız eyni eyvana. Buradan da keçmək mümkündür. Burada mənzilin qonaq otağı, sanitar qovşaq və ikinci yataq otağımız burada yerləşir və qarşısında eyvan hissə yerləşməkdədir. Tam yer çəkər bir mənzildir. Sənədlər qaydasındadır. Kupça çıxarış mövcuddur, əldədir. Burada mənzilin qonaq otağı yerləşir, görürsünüz. Belə bir geniş kvadrat sahəyə malik qonaq otağını görürsünüz. Hardasa bir 30 kvadrat ölçüsündə olar. Divarlarda aboylardan və lepka işləmələrdən istifadə olunub. İşıqlandırma sistemində gizli işıq və lüstrdan istifadə olunub. Gün düşən işıqlı bir mənzildir. 19 mərtəbəli yeni tikili binanın 17-ci mərtəbəsində yerləşir. Mənzilimiz açarları bizdədir. Günün istənilən vaxtı mənzilə baxış keçirtmək mümkündür. Burada mənzilin kiçik yataq otağı yerləşir. Kiçik deməmə baxmayın, yəni olduqca genişdir. Bu otağımızda rahatlıqla mebellərinizi, əşyalarınızı bura yerləşdirə bilərsiniz və bu yataq otağından mənzilin birinci eyvanına keçid mümkündür. Bu eyvanımızda plastik pəncərə ilə bağlanılıb, görürsünüz. Daha sonra mən sizə sanitar qovşağını göstəreyim. Burada mənzilin sanitar qovşağı yerləşir və lazım olan bütün aksesuarlarla təmin olunub. Sanitar qovşağı dəhliz və mətbəx hissənin döşəməsi qranit mərmər və isti döşəmədən ibarətdir. Giriş qapımız. Buradan daxil olaq mənzilin mətbəxinə. Görürsünüz, mətbəximiz də çox gözəldir və tavana qədər sağ tərəfdə mətbəx mebeli yığılmış şəkildədir. Və burada soyuducunun yeri, paltaryanın yeri və orada sobaların yeri də nəzərə alınmış şəkildədir. Buradan da eyvana keçid var. Mən yataq otağımdan həmin keçid eyvanı sizə göstərəcəm. Mətbəxi gördük. Burada isə mənzilin möhtəşəm yataq otağı yerləşir. Çox genişdir, görürsünüz. Burada 30 kvadrat ölçüsündə olar. İşıqlandırmada spot işıqlardan, lüstr buralardan istifadə olunub. Divarlarda aboy və lepka işləmələrdən istifadə olunub. Görürsünüz, çox genişdir, rahatdır. Mənzilin özünə məxsus aurası var. Burada isə mənzilin ikinci eyvanı yerləşir və bu eyvanda kollektor sistemi, kombi aparatı, qaz sayğacı da yerləşmiş şəkildədir. Qarşısını görürsünüz. Açıqdır, gün düşən mənzildir. Hal-hazırda səhər vaxtlardır və gün çıxan ərəfədir. Görürsünüz, gün indi yuxarıdadır, o tərəfdən çıxır. Düz batana qədər mənzilə gün düşür. Mənzil haqqında ümumi məlumat verim. Mənzilimiz yerləşir Yeni Yasamalın tam mərkəzində, Bravo Marketin yanında 19 mərtəbəli yeni tikili qazlı kupçalı binanın 17-ci mərtəbəsində yerləşir. Qanuni 3 otaq, 130 kvadrat bir sahəsi var mənzilin. Sənədlər tam qaydasındadır. Mənzilin qiyməti 275 min manat. Start qiymətli real alıcıya endirim olunacaqdır. Mənzilin açarları bizdədir. Günün istənilən vaxtı baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.